Dolce Gabbana, Hermes, ne bileyim ha, Armani, Olimpiano. Allah, öyle bir yancı şehirde reklam panolarında, öyle bir reklam panellerinde. Aile gözünde şehirde, o ne da? Zehirle mi götür öyle paltarlardan? Şimdi bunu da aldım, parçadı, qəşəngdir, uşaqlar, çox qəşəngdir. Ama şeydir, bir dənə olmadı, axtarım tapamadım yazsız. Bir dənə bax burada problem var, bu problemdir mənim üçün. Girdirmə sumkanın Şarer adlı. Onsuz da bunu şehirde bizi de bunun elimizde görün diyecek ki bunlar yani bu o değil de arkadan almışsan ne o değil de sussan. Bir de bunu aldık. Bu balacadır. Belə. Balacadır. Şu an mən bu paltar yuyana atsam bunun arkasında şey var. Bu nədir? Karovka. Bu pis günə düşəcək eləmi? Belə pis günə düşəcək. Yumamışam da alıb gətirəndən. Paltar yuyana atmamışam bunu. Yox niyə gör giyin? O paltar içində belə şap yürü. Bax onda bunu şey eləyəcək, əzəcək bunu. Deyə altı, məsəl üçün sumkanın içinə nəsə qoyamayacaq. Qoyanda belə qalacaq sumka. Üstü indi bəs içinə nəsə qoyanda belə düz qalır da, qalacaq. Belə qalacaq. Bir şey fikirləşmək lazımdır buna. Yani milyon dənə ələ deyil, milyon dənə də şəhərdə milyon dənə yeri deyil, milyon dənə mikroskopub, milyon dənə də yerdə deyil, milyon şey oldu. Bir s-əbətə bağla, bir s-əbətə bağla, qoy da əgər mütləq yumaq istəyir. Hə, yumaq istəyirəm. Belə eləyə bilərəm. Onsuz da mən vanna alasıyam da, balaca vanna. Artıq mən paltar yuyana ayaqqabı atmıram, uşaqlar. Balaca paltar balaca vanna alaram. Atıb içinə ki, şotka ilə belə əlimlə yuyaram. Ay.